Video təhlükəsizlik sistemlərinin qorunması haqqında məlumatınız varmı? Əgər bunun cavabı yoxdursa, o zaman bizi dinləyin. Müasir müəssisələr və təşkilatlar üçün video müşahidə sistemləri, CCTV, NVR, IP kameralar təkcə fiziki təhlükəsizliyin təminatçısı deyil, həm də əməliyyatların optimallaşdırılmasında, nəzarət və risklərin idarə edilməsində strateji bir vasitəyə çevrilmişdir. Video təhlükəsizlik sistemlərinin əsas bölmələri bunlardır. Fiziki təhlükəsizlik mühafizəsi. Kameralar təkcə strateji nöqtələrdə yox, eyni zamanda zədələnmə və icazəsiz müdaxilələrdən qorunan yerlərdə yerləşdirilməlidir. Xarici mühit üçün nəzərdə tutulan kameralar hava şəraitinə, toza və vandalizmə qarşı sertifikatlaşdırılmış qoruyucu örtüklərlə təmin edilməlidir. Elektrik kəsintilərinə qarşı UP istifadə olunmalı və sistemin davamlı işləməsi təmin olunmalıdır. İstehsalçının təyin etdiyi istifadəçi adı və şifrələr quraşdırmadan dərhal sonra dəyişdirilməlidir. Firmware və sistem yeniləmələri. Kameraların və qeydiyyat cihazlarının proqram təminatı mütəmadi olaraq yenilənməli, köhnə versiyalardakı təhlükəsizlik boşluqları aradan qaldırılmalıdır. Şəbəkə segmentasiyası. Video müşahidə sistemi üçün ayrıca VLAN yaradılması, bu sistem digər daxili şəbəkələrdən izolə edilməlidir. Bunlar video təhlükəsizlik sistemlərinin qorunması haqqında olan məlumatların bir hissəsi idi. Digər məlumatlarla tanış olmaq istəyirsinizsə, növbəti videomuzu izləməyi unutmayın.